mənbələrdə qeyd olunur 450, bəzi mənbələrdə qeyd olunur 1500 növ heyvanlar və həşəratlarda homoseksual əlaqələrə rast gəlinir və bu norma olaraq da təbiətdə qəbul olunur. Seksual əlaqələri güclü olan və rast gəlinən elmi eksperimentlərdə heyvanlar hansılardır? Onların da şəkillərini mən sizinlə burada bölüşürəm və siz hətta gedib özünüz də dərin bu mövzunu da araşdıra bilərsiniz. Bu əlaqədə iyerarxiya sistemi mövcuddur. Kimsə kiməsə tabedir. Meymunlar aləmində də bu özünü göstərir və orada iyerarxiyanın başında ən güclü meymun fiquru dayanır. Dedin ki, homoseksual əlaqələr bir alət olaraq meymunlar arasında, xüsusən bu erkək növlərinə aiddir, istifadə olunur ki, maçolarla hər hansı bir konflikt yaşanmasın və yaxud da o konflikti onlar bu homoseksual əlaqələr vasitəsilə daha rahat şəkildə bir-birini öldürmədən, bir-birini qırmadan onu rahat şəkildə həll edə bilsinlər. Qoçların 8% arasında homoseksualizmə meyillik öz əksini tapıb. Bir çox Amerikada olan hətta alimlər onların beynini araşdırarkən hipotalamus hissəsi, hansı ki bizim seksual orientasiyamıza cavabdehdir, o beynin strukturunun insanlar arasında da homoseksualizmə meyilli olan hipotalamusla eyni struktura malik olduğunu aşkar ediblər. Yəni bu bioloji olaraq, mən bunu sizə bir mesaj olaraq nəyə çatdırmaq istəyirəm? Homoseksualizm genetik, bioloji ötürülən bir anlayışdır. Burada beyin strukturu tam fərqlidir.